Salam, hər vaxtınız xeyirli olsun. Cənublu və şimallı soydaşlarımız. Əziz həmvətənlər, İranda baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. Xalq etirazları səngimir. Xalq etirazları günü-gündən də daha çox böyük vüsat alır. Etirazçılar artıq İranın bütün şəhərlərini əhatə edib. Əgər etiraz iqtisadi şüarlarla başlamışdırsa etirazçılar, bu günlərim artıq İranda siyasi tələblər irəli sürülür. İranda rədd olsun molla rejimi, rədd olsun Əli Xamneyi, Əli Xamneyə ölüm, son molla qalana qədər biz mübarizəni aparacağıq. Lakin əziz həmvətənlər, İranda bu proseslər bir növ körtəbii xarakter alır. Yəni bu proseslərin idarə edilməsin heç bir İranda siyasi qüvvələr oyununa götürmür. Bu proseslər başlayandan Cənubi Azərbaycanda soydaşlarımız prosesə qoşulmamışdılar və düz etmişdilər. Biz də onları dəstəkləyirdik. Lakin son zamanlar siyasi müşahidələrimiz göstərir ki, Cənublu soydaşlarımız da artıq Ərdəbildə, Urmiyada, Təbrizdə ayağa qalxmışlar. Və etiraz edən Cənublu soydaşlarımız bildirmişlər ki, biz qarnımız üçün dava etməyəcəyik, milli hökumət, milli ədavlət şüarı altında onlar küçələrə çıxmağa başlamışdır. Əziz həmvətənlər, İranda proseslərin hansı istiqamətdə inkişaf edəcəyini birmənalı şəkildə demək çətindir. Lakin bu proseslərin hansı istiqamətdə inkişaf edə bilər, bu barədə siyasi fikirlərimi sizinlə bölüşürəm. Əziz həmvətənlər, hal-hazırda Amerikanın məşhur Times qəzeti yazır, ölənlərin sayı 200-dən çoxdur, 2000-dən çox adam həbs olunub və hospitalda minlərlə yaralılar var. Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, artıq İran vətəndaş müharibəsi başlamasının bir addımlığındadır. Yəni, etirazçılar silahlanıb, bir çox şəhərlərdə onlar 3 İranın şəhərində hakimiyyəti ələ alıblar, polis şöbələri yandırılır, Sepahın, yəni İran İslam Keşişləri Korpusunun 8 rütbəli zabiti, yüksək rütbəli zabiti öldürülmüş, İranın bir vilayət prokuroru evində yandırılaraq külə döndərilmişdir. Etirazçılar artıq biz ölümdən qorxmuruq, son molla sağ qalana qədər mübarizəmizi davam etdirəcəyik. Yəni son molladan sağ qalan molladan da intiqam alacağıq. Hətta bəzi məlumatlarda İranın Xarici İşlər Naziri ölkəni ailəsi ilə birlikdə tərk edib. Rusiyanın təyyarələri Tehrandadır. İrandan çox tonluq qızıl və xarici valyutanı Moskvaya daşır. İranın dini lideri Əli Xamneyinin ölkəni tərk etmək ərəfəsindədir. Yəni bu prosesləri gələcəkdə biz şahid olacaq. Hamını belə bir sual maraqlandırır. Bəs bu proseslər necə davam edəcək? Birinci halda, İran ordusu və Əli Xamneyə sədaqətli olan Sepah qoşunları etirazçıları kütləvi surətdə qətlə yetirməklə etirazçıların səsini boğa bilər. Və bundan sonra kütləvi həbslər, kütləvi edamlar başlayacaq. Lakin, əziz həmvətənlər, bu da məsələnin həlli deyil. Yəni, sən kütləvi etirazçıların səsini boğdun, İranın köklü xalqının köklü problemləri qaldı. Yəni, İran xalqının köklü problemi İranın idarə etmə sistemindədir. Yəni, İranın formal olaraq prezidenti və parlamenti olsa da, İranda bütün siyasi proseslərə nəzarəti Ali Dini Şura və onun rəhbəri Əli Xamneyi vasitəsilə həyata keçirilir. Yəni, prezidentin və parlamentin qəbul etdiyi qərarlar Əli Xamneyinin dini ali liderin razılığı olmadan həyata keçirilmir. Bundan başqa 40 ildən çoxdur ki, İran sanksiyalar altındadır, iqtisadi sanksiyalar. Yəni, İran dünyanın ən zəngin neft və qaz istehsal edən ölkəsi olsa da, beynəlxalq sanksiyalar nəticəsində İran əhalisinin həyat səviyyəsi demək olar ki, son dərəcə ağırlaşmışdır. Hətta Tehran paytaxtı köçürmək istəyirlər, əhalinin şirin suya ehtiyacı, tələbatını dövlət ödəyə bilmir. Belə bir şəraitdə İranın idarə etmə sistemi deformasiyaya uğramış, yəni İran oğurluq vasitələrlə
əldə etdiyi valyutanın, nefti gizli surətdə ölkələrə satmaqla əldə etdiyi vasitələrlə ölkənin iqtisadi islahatına, iqtisadiyyatın inkişafına yox, yəni bütün gücü hərbiyə yönəltmişdir. Və bütün bunlar İranın iqtisadiyyatının məhvə gətirib çıxarmışdır. Yəni birinci halda etirazçıların səsi boğulsa da İranın problemləri qalacaq və növbəti mərhələdə İran inqilab mərhələsinə qədəm qoyacaq. İkinci deməli halda hadisələr necə inkişaf edə bilər? İkinci hal belədir ki, yəni etirazçılar hökumət qüvvələrinə qalib gəlir, ölkənin ali dini rəhbəri və dövlət yüksək rütbəli zabitləri ölkəni tərk edir, İranda bir növ xaos yaranır. Üçüncü deməli variant budur ki, ölkədə İran şahının oğlu Rıza Pəhləvi Amerikada yaşayır və dəfələrlə İran xalqına müraciət etmişdir ki, etirazınızın səsini gücləndirin. Orduya da müraciət etmişdir ki, xalqla qarşı durmadan geri çəkilin. Cənubdakı soydaşlarımız üçün ən qəbul edilməz variant budur ki, Rıza Pəhləvinin oğlu Rıza Pəhləvi bildirmişdir ki, İrana qayıdacaq və müvəqqəti olaraq İran dövlətinin idarə edilməsi kimi bir məsuliyyəti özlərinə ötürəcək. Lakin soydaşlarımız Təbrizdə, Urmiyada və Ərdəbildə şəhərə çıxaraq Azərbaycan şərəfdir, Pəhləvilər bir şərəfdir şüarı altında. Yəni belə olan şəraitdə hal-hazırda İranın deməli xalqı tərəfindən seçilmiş, əhali arasında böyük siyasi nüfuza malik olan, islahatçı kimi hakimiyyətə gələn deməli ölkənin prezidenti Məsud Pezeşkan da hakimiyyətdən gedə bilər. Yəni getməlidir. Bir ölkəni iki şəxs idarə etməyəcək ki. Belə halda istisna olunmur ki, Cənubi Azərbaycanda baş verən bütün siyasi proseslərə rəhbərliyi Məsud Pezeşkan öz üzərinə götürsün. Mən demirəm götürəcək. Yəni bu variant var. Əziz həmvətənlər, ən dəhşətlisi odur ki, İranda bir çox xalqların, millətlərin nümayəndəsi var. Bu millətlərin nümayəndəsi hamısı silahlıdır, yalnız cənublu soydaşlarımızdan başqa. Yəni bunlar artıq İranın 3 şəhərində hakimiyyətə əl alıb, polis məntəqələrini yandırır və İranın bir çox yüksək rütbəli deməli vəzifəli şəxslərini də qətləmə yetirirlər. Lakin cənubdakı soydaşlarımız deməli heç bir silahla silahlanmamışdır. Xatırlarsınızsa 1992-ci ildə Yugoslaviyanın da parçalanması milli etnik zəmində başlayan münaqişədən sonra oldu və Yugoslaviya parçalanaraq 8 dövlət, müstəqil dövlət yaranmışdır. Bu gün də İranın parçalanması böyük bir tarixi mərhələdədir. Yəni belə şəraitdə cənubdakı soydaşlarımıza hər bir vasitə ilə deməli mənəvi dayaq olmalıyıq. Biz Avropada yaşayan siyasi fəallar Güney Azərbaycan Milli Müqavimət Hərəkatı yaratmaq haqqında düşünürük. Bu barədə müzakirələr aparırıq İranlı soydaşlarımızla. Bəs İranda vətəndaş müharibəsi başlasa, soydaşlarımız, 40 milyondan çox soydaşlarımız silahlanmayıb, digər millətin nümayəndələri silahlıdır, münaqişə istisna olunmur. Belə bir şəraitdə hamını belə bir sual maraqlandırır. Azərbaycan və Türk qoşunları İrana yeridilə bilərmi? Əziz həmvətənlər, bunu tarix göstərəcək. Bunu bir mənalı şəkildə mən yeridiləcək demirəm. Yəni yeridilməsi istisna edilmir. Bu hansı halda baş verər? Vətəndaşlarımızla, soydaşlarımızla cənubda digər millətlər arasında silahlı münaqişə olarsa və kütləvi ölüm halları olarsa, dünyanın bir nömrəli super gücü Amerika dövlətinin gizli razılığı əsasında, biz bu razılığı görmürük, gizli razılığı əsasında Azərbaycan və Türk qoşunları İrana yeridilə bilər. Xatırlayırsınızsa, uzun müddət Əfqanistanda olan Amerika qoşunları Əfqanistanı tərk etdikdən sonra bu deməli vəziyyətə nəzarət etmək üçün Əfqanistanda Türk qoşunlarının qalması və onlara hər bir vasitə ilə dəstək vermişdir. Lakin Amerika və İsrail deməli İrana birbaşa müdaxilə edə bilməz. Əgər müdaxilə etsələr, İranda etirazçılarla xalqın ittifaqı yarana bilər. Amma
Amerika'nın prezidenti Donald Trump bildirmiştir ki, etirazçılara karşı kütləvi gülləbaran olarsa, Amerika öz gücündən istifadə edərək İrana böyük raket zərbəsi endirəcəkdir. Əziz həmvətənlər, hesab edirik ki, belə bir məqamda soydaşlarımıza mənəvi dəstək olmalıyıq. Və bizim üçün qürur mənbəyidir ki, bu günlərim bütöv Azərbaycan, yəni 200 illik Araz həsrətinə son qoymaq tarihi bir mərhələdədir. Bu İran bütöv Azərbaycan yaranması qısa bir dövrə həd etmir. Ola bilsin ki, müəyyən dövr olsun, cənubdakı soydaşlarımız milli muxtariyyətindən malik olsunlar. Növbəti mərhələdə referendum keçirməklə Şimali Azərbaycana birləşmək kimi bir siyasi qərar qəbul edə bilər və yaxud əks tədqirdə İranın parçalanması tarixi proses alsa, referendumun keçirilməsinə heç ehtiyac da qalmayacaq, Cənub və Şimalın birləşməsi tarixi bir zərurət ola bilər. Hesab edirəm ki, Azərbaycanın güclü ordusu var. Türkiyə NATO'nun ikinci ən böyük qüvvətli ordusudur. Türk qoşunları və Azərbaycan qoşunları. Mən hesab edirəm ki, bu məlumatlar, informasiya sızmasa da, mən hesab edirəm ki, istər Türkiyədə, istər Azərbaycanda da hərbiçilərə bir nömrəli hazırlıq deməli əmri verilib. Yəni, bu İran sərhəddinə biz birbaşa müdaxilə edə bilmərik. İran dünyada tanınmış, BMT tərəfindən tanınmış müstəqil dövlətdir. Lakin vətəndaşlarımıza qarşı hər hansı bir silahlı soyqırım olarsa, mənim siyasi müşahidələrimə görə Azərbaycan və Türk qoşunları İran dövlətinin razılığı olmadan yerli əhalinin deməli müdafiəsi üçün İrana yeridilə bilər. Və bundan sonraki proseslər artıq Azərbaycanın müstəqilliyini elan etmək və Şimali Azərbaycana birləşmək kimi tarixi bir dövr gələ bilər. Gələcək demirəm. Çünki bu proses uzundur və bu proseslərin hansı məcarədə inkişaf edəcəyini heç kim deyə bilməz. Sadəcə olaraq, əziz həmvətənlər, bu mənim siyasi müşahidəm və siyasi proqnozlarım istisna edilmir. Gələcəkdə biz hansı hadisələrin baş verməsini diqqətlə nəzarətdə saxlayırıq və hesab edirəm ki, əziz həmvətənlər, siz bu videonu qismən də bəyənsəniz, milli maraqlar baxımından Oktay Elturan TikTok kanalına üzv olun, paylaşın, komentlər yazın. Eyni zamanda Azərbaycan Dünya Meridianları YouTube kanalıma üzv olmaqla dünyada gedən prosesləri izləyib və paylaşmaq şansınız olacaqdır. Növbəti verilişə qədər hamınızla sağollaşıram. Bütün cümlə cahan millətimizi, bütün xalqları uca Allaha əmanət edirəm.